Bir dənə linci bəs eləyir ki, həmin o linci də elə belə də dərman deyil axı. Bir dənə linci bəs eləyir ki, həmin o epilepsiyanı aradan qaldırsın. Sonradan yaranmanı xüsusilə. Mən sizə bir nəticə danışım, o da məndə olan nəticədir. Mən qonaq getmişdim Qubaya və hamı bilir ki, biz hərəkət edəndə üstümüzdə nəsə olur. Yəni məhsullardan olur. Varmışam Qubaya, qonaq getmişik. Ev yiyəsi mənə dedi ki, mənim bacımda epilepsiya problemi var. Mən danışıram biraz məhsullardan. Dedim ki, nədir, nətər olub? Deyir ki, bəs bacım toyda imiş, bir 5 saat, 6 saat ərzində 3 yaşında uşaqlarını toyda cəmaatın içərisində itiriblər. Siz təsəvvür edirsiniz stresi. Bir valideyn böyük bir məclisdə uşaq itirir. Böyük bir tanımadığın yerdə uşaq yoxa çıxır. Və onun stresi ilə və bu 5-6 saat çəkib, yəni uşağı tapa bilməyiblər 5-6 saat ərzində. 5-6 saatdan sonra tapıblar uşağı. Və o stresdən beyində ocaq yaranıb. Epilepsiya. Qubalıdır. Qusar, xaçmaz, Quba hər yerə həkimlərə gedirlər. Sonra gəlirlər Bakıya həkimlərə. Bütün müalicələrin heç bir faydası olmur. Mənim üstümdə 14 ədəd kapsula, 14 kapsula linci var idi. Vəssalam. Hətta mənim yox, yanımda Zemfira xanım var idi. Zemfira xanıma da buradan çoxlu salamlar. Və biz lincini verdik, gəldik. Yəni həqiqətən təmənnasız qonaq getmişik, bizə yaxşı baxırlar. Verdik, gəldik lincini. İnanırsınız Günel xanım, o linci ilə onun epilepsiyası getdi. Tutmaları getdi. İkinci, üçüncü, 3 gündən bir olurdu. Üçüncü gün üzə təkrar olunmadı. Sonra mən onları məcbur elədim o məhsulu yenə almağı. Almağı məcbur elədim. 2 korobka daha aldılar. İndi də zəng eləyirəm. Necədir bacı? Yaxşıdır bacı. Heç bir problemi yoxdur. Yəni həmin zamanı kimsə düşünə bilər ki, həmin zamanı dərman içirdi, həmin zamanı başqa şeyləri edirdi, nəsə. Heç nə etmirdi həmin